Salam, hər vaxtınız xeyir. Adi və onlu kəslər mövzusunda A variantındakı sualların həllinə baxaq. Birinci sualda deyilir ki, kəsirlərdən neçəsi adi kəsirdir? Adi kəsir olması üçün sürətdə, məxrəcdə natural dədə olmalıdır. Burada baxaq görək. 1, 2, 3, 4, 5 dənə adi kəsir var. Yəni düzgün cavab D variantı. İkinci sualda kəsirlərdə neçəsi düzgün kəsirdir? Düzgün kəsir sürəti məxrəcindən kiçik olan kəsirdir. Yəni 5-də 4, 3-də 2, 4-də 1. Kəsirlərdən 3-ü düzgün kəsirdir. Düzgün olmayan kəsir isə sürəti məxrəcinə bərabər olan və sürəti məxrəcdən böyük olan kəsirdir. Üçüncü sualda məxrəci 7 olan düzgün kəsirlərin sayını soruşur. Məxrəci 7 olan düzgün kəsirlər 7-də 1-dən başlayır və 7-də 6-ya qədər, yəni sürət 1, 2, 3, 4, 5, 6 ola bilər. Deməli, 6 düzgün kəsir var. Sürəti 4 olan düzgün olmayan kəsirlərin sayını soruşur. Sürət 4 olsun, düzgün olmayan olsun. 4 böl 4, 4 böl 3, 4 böl 2 və 4 böl 1. Deməli, 4-ə bərabərdir sayı C variantı. 5-ci sualda K'nın neçə qiymətində 6 böl K kəsiri düzgün, 11 böl K kəsiri isə düzgün olmayandır. Bunun düzgün olması üçün K olmalıdır 6-dan böyük, yəni 7, 8 və s. belə artacaq. Amma ikincidə bunun düzgün olmayan olması üçün K 11-dən kiçik qiymətlər alacaq. Yəni 11-in özü 11 və 11-dən kiçik 10, 9, 8, 7, 7-yə qədər. 7-yə qədər. Çünki K hər ikisində eyni bir ədəddir. K 6 ola bilməz, 6-da 6 düzgün olmayan kəsir olur. Deməli, hər ikisini ödəməsi üçün K 7, 8, 9, 10, 11 olacaq. Yəni, sayı 5-ə bərabərdir. B variantı. 6-cı sualda kəsirin sürətini 6 dəfə artırıb, məxrəcini 3 dəfə azaltsaq, kəsirin qiyməti necə dəyişir? Kəsirimizi götürürük A böl B şəklində. Bu bizim kəsirdir. Kəsirin sürətini 6 dəfə artırdı. Sürətini 6 dəfə artırmaq 6-ya vurmaq deməkdir. Yəni 6A. Məxrəci 3 dəfə azalt. Məxrəci 3 dəfə azaltmaq 3-ə bölmək deməkdir. Yəni B-ni 3-ə bölürəm. İndi bu ikinci düzəltdiyimiz kəsiri hesablasaq, 3 qalxır sürətə vurulur. 18A böl B alınır. Yəni, burada 18-də çıxarsaq kəsirin əvvəlinə A böl B. Baxın, indi, bayaq kəsirim elə A böl B idi. İndi 18 vur A böl B alındı. Deməli, 18 dəfə artıb. Əgər belə olsaydı, 1 böl 18 A böl B olsaydı, yəni burada kəsirin əvvəlində 18-də 1 düzgün olmayan kəsir yazılsaydı, 18 dəfə azalar variantını götürərdik. Amma 18 dəfə artıb, çünki təkcə 18 ədədi var. Yəni 18-də 1 deyil. 7-ci sualda A 7-də 2, B 7-də 4 və C 7-də 5 kəsirlərini müqayisə edin. Görürük ki, kəsirlərin məxrəcləri bərabərdir. Məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Yəni A kiçikdir, B kiçikdir C-dən. Yəni düzgün cavab A variantı. 8 nömrəli sualda kəsirləri müqayisə edin deyir. Sürətləri bərabər olan kəsirlərdir. Sürətləri bərabər olanda məxrəci kiçik olan kəsir ən böyükdür. Yəni B ən böyükdür, sonra A ən kiçik də C bərabərdir. Olacaq C kiçikdir, A kiçikdir B. C kiçikdir, A kiçikdir B. Düzgün cavab D variantı. 9 nömrəli sualda kəsirlərini müqayisə edin deyir. Baxın, məxrəclərini burada minə gətirmək olar, hər birini. X olacaq, minə gətirmək üçün 100-ə vurmalıyam. Məxrəci 100-ə vuranda oldu 1000, sürəti 100-ə vuranda oldu 1300. Məxrəci 10-a vurmalıyam, olacaq 1000, sürəti 10-a vuranda 1330. Məxrəc 1000, sürətdə 1333. İndi bunları müqayisə etsək, məxrəcləri bərabər olan kəsirlərdə sürəti böyük olan kəsir ən böyükdür. Sürəti kiçik olan kəsir ən kiçikdir. X kiçikdir, Y kiçikdir, Z. Düzgün cavab B variantı. 10-cu sualda kəsirləri müqayisə edin deyir.
Burada nə məxrəclər, nə sürətlər eyni deyil və nə də eyni bir qanuna uyğunluq var. Bunları yazacağıq ki, baxın, bu ikisi aydındır, sürətləri bərabər olan kəsrlərdir. Amma bizə 3 dənə kəsir verildiyinə görə üçünün də sürətlərini eyniləşdirək. Sürətlərini 3-ə gətirək. Birinci kəsir dəyişmirik. İkinci kəsirin sürətin 3 olması üçün 3'ə vururuq. Məxrəci 3'ə vuranda 12. Üçüncü kəsirin sürətini 3'ə vuranda 3, məxrəcini 3'ə vuranda 9. Sürətləri bərabər olan kəsirlərdir. Məxrəci kiçik olan kəsir ən böyükdür. X ən böyükdür. Sonra Z ən kiçiyi Y-dir. Y kiçikdir Z kiçikdir X. Düzgün cavab B variantı. 11 nömrəli sualda A, B və C kəsirlərini müqayisə edin deyir. Deməli, burada ixtisar gedirmi? Yox, getmir. Nəyə gətirə bilərik burada? Baxaq görək. 202, 101, 303 2-yə bölünür. İxtisar edə bilərik əslində. A-nı 2-yə ixtisar etsək, 101-də 10 alınır. B elə 101-də 10-dur. C-ni 3'ə ixtisar etsək, 101'də 10. Görürük ki, bu 3 dənə kəsir. Üçü də bir-birinə bərabərdir. Yəni A bərabərdir, B bərabərdir C-yə. 12 nömrəli sualda düzgün kəsirlərdir və sürət və məxrəc arasındakı fərq 1'ə bərabərdir. Yəni təkcə 1'ə yox. Əgər sürət və məxrəc arasındakı fərq eyni olarsa və düzgün kəsirlərdirsə, hansı kəsirdəki məxrəc və sürət böyükdürsə, həmin kəsir ən böyükdür. Deməli, ən kiçiyi A'dır, sonra B, ən böyüyü C. Olacaq düzgün cavab B variantı. Bu qayda düzgün kəsirlər üçündür. Aşağıdakı variant sualı isə düzgün olmayan kəsirlərdir. Və fikir versək görərik ki, sürət və məxrəc arasındakı fərq eynidir, 4'dür. Burada da 4'dür, burada da 4'dür. Sürət və məxrəc arasındakı fərq eyni olan düzgün olmayan kəsirlərdə isə hansı kəsirdə sürət və məxrəc kiçikdirsə, həmin kəsir ən böyükdür. Yəni ən böyüyü A'dır. Ən kiçiyi C. C kiçikdir, B kiçikdir A. Yəni düzgün cavab C variantı. 14 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Sadə sualdır. Vurma və çıxma əməli var. Əlbəttə ki, birinci vurma əməli yerinə yetirilir. 2'də 3 vurulsun 5'də 4. İxtisar varsa ixtisar aparırıq. 4 ilə 2, 2'yə bölünür 1 dəfə, 2 dəfə. Məxrəc 1 vur 5, sürət 3 vur 2. Olacaq cavab 6 böl 5. İndi ikinci əməl 5'də 6'dan çıxaraq 2'də 1'i. Çıxmada isə ortaq məxrəci getiririk. 5 və 2'yə bölünən ən kiçik ədəd 10. 10'u 5'ə böləndə 2, 2'ni vururuq 6'ya, 12. 10'u 2'yə böləndə 5, 5'i vururuq 1'ə, 5. 12 çıx 5, 7, məxrəcdə 10. Düzgün cavab A variantı. 15 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Baxın, birinci mötərizəyə ixtisar yoxdur. Məxrəc məxrəcə vurulur. 7 vur 3, 21. Sürəti sürətə vuracağıq. 4 vur 5, 20. Çıxılsın. İkinci vurma əməlinə baxırıq. Yenə ixtisar yoxdur. 7'ni 3'ə vuranda 21, 4'ü 4'ə vursaq 16. İndi məxrəcləri bərabər olan kəsirlərdir. Məxrəc olduğu kimi qalır. Sürətləri çıxıram. 20 çıx 16. Olacaq cavab 21'də 4. Yəni A variantı. 16 nömrəli sualda əvvəlcə mötərizənin içindəki bu vurma yerinə yetirilməlidir. Yəni birinci əməl 2 tam 3'də 1 vurulsun 7'də 1. 2 tam 3'də 1, 3'də 7 deməkdir. Yəni 2 vur 3, 6, üzərinə 1 gələndə 7. Vurulsun 7'də 1. 7'lər ixtisar gedir. Cavab 3'də 1. İkinci əməl 3'də 1'in üzərinə 1 gəlməlidir. Yəni vurmanın cavabı üstəgəl 1. 3'də 1, üstəgəl 1. Bu da bizə verir 1 tam 3'də 1. Üçüncü əməl mötərizənin əvvəlindəki 1 tam 2'də 1'i vururuq mötərizənin cavabına 1 tam 3'də 1'ə. 1 tam 2'də 1 qarışıq kəsirdir. Düzgün olmayana çevirsək 2'də 3. 1 vur 2, 2. Üzərinə 1 gələndə 3. 1 tam 3'də 1, 3'də 4. 1 vur 3, 3. Üzərinə 1 gələndə 4. 3'lər ixtisar getdi. 2'yə böləndə 1 dəfə, 2'yə böləndə 2 dəfə. Sürət 2, məxrəc 1, 2'ni 1'ə böləndə cavab 2. Deməli, bu tip suallar pillə-pillə həll olunmalıdır. Mötərizə varsa mötərizədən başlayırıq, ondan sonra digər əməllər.
Düzgün cevap D variantı. 17 nömrəli sualda yenə birinci bu mötərizəyə baxırıq. 4'də 3 çıx 3'də 1 bərabərdir. 4 və 3 qarşılıqlı sadə ədədlərdir. Əköbu onların hasilinə bərabərdir. Yəni 4 vur 3 12. 12-ni 4'ə böləndə 3. 3'ü 3'ə vuranda 9. 12-ni 3'ə böləndə 4. 1'i 4'ə vuranda 4. 9 çıx 4 5. Məxrəc də 12. İkinci əməl. Digər mötərizə. 3'də 2 çıxılsın 4'də 1. 3 və 4'ə yenə ortaq məxrəc 12. 12'ni 3'ə böləndə 4. 4'ü 2'yə vuranda 8. 12'ni 4'ə böləndə 3. 1'i 3'ə vuranda 3. Cevap 5 böl 12. Birinci mötərizənin cevabı 12'də 5. Böl ikinci mötərizənin cevabı 12'də 5. Cevap olacak 1 C variantı. Çünkü eyni bir ədəddir. Bir-birinə böləndə nisbət 1'ə bərabərdir. 18 nömrəli sualda yenə birinci mötərizəni hesablayırıq. 2 tam 2'də 1 və 1 tam 2'də 1. 2 tam 2'də 1 üstə gəl 1 tam 2'də 1. Məxrəclər bərabər olan kəsirlərdir və qarışıq kəsirlərdir. Tamları bir toplayırıq. 2 plus 1 3 tam məxrəc olduğu kimi qalır. Sürətləri toplayıram 2. Yəni 3 tam 2'də 2. 2'də 2 1'ə bərabərdir. Yəni 3 üstə gəl 2'də 2 deməkdir bu. 2'də 2'nin qiyməti 1'dir. 3 üstə gəl 1. Cavab 4. İndi ikinci əmələ baxırıq. İkinci əməl digər mötərizə. 1'dən çıxırıq 3'də 1'i. 1'dən 3'də 1 çıxanda, baxın, tam ədəddən kəsir çıxanda bu tamın yanında kəsir hissə yoxdur. Ona görə bu tamdan bir vahid azaldırıq. 0 tam qalır, yəni tam qalmır. İkinci kəsir məxrəcinə baxırıq. Yəni 1'in yerinə 3'də 3 yazıram. Əgər bu ikinci kəsir məxrəci 7 olsa 7'də 7 yazmalıyam. 4 olsa 4'də 4 yazmalıyam. Çünki 3'də 3 elə bu 1'ə bərabərdir. Çünki biz 1'in yerinə kəsir yaradırıq. 3'də 3'dən 3'də 1 çıxanda cavab olacaq 3'də 2. İndi üçüncü əməl. Birinci mötərizənin cavabını bölürəm ikinci mötərizənin cavabına. 4 olduğu kimi qalır. Bölmə vurmayla əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. Yəni 2'də 3. 4'dən 2 ixtisar gedir. 1 dəfə, burada 2 dəfə. Cavab 2 vur 3 sürətdə, məxrəcdə də 1. 6'nı 1'ə böləndə cavab 6. 19 nömrəli suala baxırıq. Birinci əməl. Birinci əməl sürətdəki mötərizə. Yəni 10'da 3 minus 5'də 1. 10 və 5'ə əköb 10'un özü. Çünki 10 hər ikisinə bölünür. 10'u 10'a böləndə 1. 1'i 3'ə vuranda 3. 10'u 5'ə böləndə 2. 2'ni 1'ə vuranda 2. 3 çıx 2 1. Məxrəc də 10. İkinci əməl. 5'də 1'i bölürəm mötərizənin cavabına. 5'də 1 bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. İxtisar edirik. 10'u 5'ə böləndə 2. Sürət 1 vur 2. 2 məxrəcdə 1. 2'ni 1'ə böləndə 2. Üçüncü əməl məxrəcdəki mötərizə 0,4 çıx 0,3. Bunları alt-alta çıxarıq. Vergül vergülün altına düşməlidir. 1 0,1'ə bərabərdir. Dördüncü əməl. 5'də 2'ni bölürəm 0,1'ə. 5'də 2 olduğu kimi qalır. 0,1 onluq kəsirdir. Adi kəsirə çevirəndə 10'da 1. İndi 5'də 2 olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. 10'u 5'ə böləndə 2 dəfə. 2 vur 2 4. Məxrəcdə 1. 4'ü 1'ə böləndə cavab 4. İndi və nəhayət 5-ci əməl. 5-ci əməl. Sürətin cavabını almışdıq biz bu 2. Məxrəcin cavabını almışıq 4. 2'ni 4'ə böləndə ixtisar gedir. 2'ni 2'yə böləndə 1. 4'ü 2'yə böləndə 2. Düzgün cavab D variantı. 20 nömrəli sualda yenə birinci əməl mötərizə. 1 tam 5'də 1 çıx 0,4. Deməli 1 tam 5'də 1'i düzgün olmayan kəsirə çevirsək 1 vur 5 5 üzərinə 1 gələndə 6. Baxın
1 tam 5'te 1 qarışıq kəsirdir. Bunu düzgün olmayana çevirə bilməyən ola bilər. 5 olduğu kimi qalır. 1 vur 5, 5. Üzərinə 1 gələndə 6. 0,4 onluq kəsirdir. Olacaq 10'da 4. 10 və 5'ə bölünən ən kiçik ədəd elə onun özü. 10'u bu 5'ə böləndə 2, 2'ni 6'ya vuranda 12. 10'u 10'a böləndə 1, 1'i 4'ə vuranda 4. 12 çıx 4, 8, məxrəcdə 10. Burada ixtisarda gedir. Cüt ədədlərdir. 2'yə bölünür 4 dəfə, 5 dəfə. İkinci əməl. 3 tam 2'də 1 vurulsun mötərizənin cavabı 5'də 4. 3 tam 2'də 1 qarışıq kəsirdir. Düzgün olmayana çevirəndə 2'də 7. 3 vur 2, 6. Üzərinə 1 gələndə 7. Vurulsun 5'də 4. Yenə cüt ədədlər 2'yə bölünür. 7'ni 2'yə vuranda sürətdə 14. 5'i 1'ə vuranda məxrəcdə 5. Və üçüncü əməl. Vurmanın cavabından, yəni 5'də 14'dən çıxıram 1,8'i. Burada 1,8'i çevirmirəm. Mən 5'də 14'ü onluq kəsir çevirəcəm. Çünki məxrəc 5 olduğuna görə onluq kəsir çevirmək olur. Məxrəc 2 və 5 olanda sonlu onluq kəsir şəklində göstərə bilirik. 14'də 5 2 dəfə 10, 4 qalıq qalır. 4'də 5 yerləşmir. Bura vergül, 4'ün yanında 0. 40'a 5'ə böləndə 8. Yəni 5'də 14, 2 tam 10'da 8 deməkdir. 2 tam 10'da 8'dən 1 tam 10'da 8 çıxanda 2 tam 10'da 8 çıx 1 tam 10'da 8. 8'dən 8 0, 1 tam. Düzgün cavab B variantı. 21 nömrəli suala baxırıq. Bu tip bölmələri belə yazmaq istəyirəm. Kəsir xətti. 0 tam vergüldən sonra 4 dənə rəqəm var. Məxrəcdə isə 0 tam vergüldən sonra 3 dənə rəqəm var. Vergüllər atmaq istəyirəm, amma baxıram ki, vergül çox olan hissə haradır? Sürətdə, daha doğrusu vergül çox olan yox, vergüldən sonra çox ədəd olan hissə. Sürətdə vergüldən sonra 4 dənə rəqəm var. Məxrəcdə də vergüldən sonra 4 dənə rəqəm olmalıdır ki, mən vergülləri ata bilim. Həmin boş qalan yerə 4 dənə rəqəm tamamlamaq üçün bir dənə 0 əlavə edirəm. İndi sürətdə də, məxrəcdə də vergüldən sonra 4 dənə rəqəm oldu. İndi mən vergülləri ata bilirəm. Vergülləri atdım. Sürətdə qaldı 72, məxrəcdə qaldı 90. 9 yox ha, 9'dan sonra 0 da var çünki 90. İndi burada ixtisar edirəm, 8'ə bölünür. 72'ni 8'ə böləndə 9 dəfə, 8'ə yox 9'a. 72'ni 9'a böləndə 8 dəfə, 90'ı 9'a böləndə 10 dəfə. Yəni 10'da 8, bu da 0,8 deməkdir. Düzgün cavab C variantı. 22 nömrəli suala baxırıq. Birinci əməl mötərizənin içindəki vurma. 0,3 vur 0,1. 3'ü 1'ə vururam 3. İndi vergülsüz vurdum. Yəni vergülə fikir vermədən vurmanı yerinə yetirdim. Burada vergüldən sonra 1 rəqəm var. Burada vergüldən sonra 2 rəqəm var. Deməli hasildə vergüldən sonra 3 dənə rəqəm olmalıdır. 0,003. Deməli vergüldən sonra 3 dənə rəqəm olması üçün boş qalan yerlərə 0 doldururuq. 0,003. Yəni 0,1000'də 3. İkinci əməl 2 tam 1000'də 397. Üstə gəl. Vurmanın cevabı 0,003. Olacaq cevap deməli 2,4. 2,4 çünki bu sıfırlar oxunmur. Üçüncü əməl mötərizənin cavabını, yəni 2,4'ü bölürəm 0,100'də bərabərdir. Bunu necə böləcəyik? Yenə belə yazmaq istəyirəm mən. 2,4 böl 0,100'də. Yenə sürətdə də, məxrəcdə də vergüldən sonra eyni sayda rəqəm olmalıdır. Çox olan hissəyə baxıram. Vergüldən sonra burada 2 rəqəm var. Sürətdə də, yəni vergüldən sonra 2 rəqəm olmalıdır. İkinci rəqəm boş olduğuna görə orası 0 doldururam. Sürətdə də, məxrəcdə də vergüldən sonra 2 rəqəm oldu. İndi vergülləri atıram. Sürətdə qaldı 240, məxrəcdə qaldı 1. Yəni bunun cavabı 240. Və nəhayət dördüncü əməl. Bölməni də hesabladıq. Həmin bölmənin cavabından çıxıram 40'ı. Olacaq cavab 200. Yəni B variantı. 23 nömrəli sualda ifadəsinin qiymətini soruşur.
Yine eyni qaydada 0,003 böl 0,3. Sürətdə vergüldən sonra 3 dənə rəqəm var. Məxrəcdə də vergüldən sonra 3 dənə rəqəm olmalıdır. Boş qalan yerlərə 0 doldururam. Sürətdə də məxrəcdə də vergüldən sonra eyni sayda rəqəm oldu. İndi vergülləri ata bilərəm. Məxrəcdə qaldı 300, sürətdə qaldı 3. 3'e böləndə 1 dəfə, 3'e böləndə 100 dəfə. %1. 0,2'ni bölürəm 0,2'ye. Sürətdə vergüldən sonra 2 rəqəm var. Məxrəcdə də vergüldən sonra 2 rəqəm olmalıdır. İkinci rəqəmin yerinə 0 yazıram çünki yoxdur. İndi vergülləri silirəm. Məxrəcdə qaldı 20, sürətdə qaldı 2. Olacaq cavab 1/10. Üçüncü əməl 0,1 böl 0,1. Sürətdə də məxrəcdə də vergüldən sonra 2 rəqəm olmalıdır. İkinci rəqəmin yerinə 0 yazıram. İndi vergülləri silirəm. Məxrəcdə 10, sürətdə 1, yenə 1/10. İndi cavablarımız olacaq %1, üstəgəl 1/10, çıx 1/10. Oxşar kəsillərdir, yəni əks kəsillərdir. İslah gedir. Cavab %1. %1 də 0,1 deməkdir. Yəni C variantı. Çünki bunu çevirəndə adi kəsrə %1 kimi yazılır. Baxırıq 24 nömrəli suala. 0,24 böl 0,6. Sürətdə və məxrəcdə vergüldən sonra eyni sayda rəqəm olmalıdır. Burada 2 rəqəm var. Burada da 2 rəqəm olması üçün bura bir dənə 0 əlavə edirəm. İndi sürətdə də məxrəcdə də vergüldən sonra eyni sayda rəqəm var. Vergülləri silirəm. 24 və 60 qalır. İkisi də 6'ya bölünür. İkisi də 12'ye bölünür ən böyük. Siz 2'ye bölə, sonra 2'ye, sonra 2'ye də bölə bilərsiniz. Heç bir fərqi yoxdur. Mən birbaşa 12'ye bölürəm. Sürətdə 2 qalır, məxrəcdə 5 qalır. 5'də 2. 0,013, məxrəcdə də 0,65. Sürətdə vergüldən sonra 3 rəqəm var. Burada da 3 rəqəm olmalı. Deməli, bura boş yerə 0 əlavə edirik. İndi vergülləri silirəm. 650, sürətdə də 13. 13'ün özünə ixtisar gedir. Bir dəfə. Məxrəcdə də 50. İndi birinci kəsrin qiyməti 5'də 2 böl 50'də 1. 5'də 2 olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. 50'də 1 tərsini çevrilir. 50 5'e bölünür 10 dəfə. Burada 1 dəfə. Məxrəc 1, sürətdə 20. 20'ni də 1'ə böləndə cavab 20. A variantı. 25 nömrəli sualda ədədi adi kəsir şəklində yazın deyir. 0 tam dövrə onluq kəsirdir bu. Baxın, burada 6'lar dövr eləyir. 6'ların dövr eləməsi, bunu belə yazırıq biz. Yəni 0 tam, hansı rəqəm təkrarlanırsa, onu mötərizənin içində yazırıq. 0 tam dövrdə 6. 0 tam dövrdə 6'da belə çeviririk. Mötərizədəki rəqəmlərin sayı qədər məxrəcdə 9 yazılır. 9. Sürətdə də həmin mötərizədəki təkrarlanan ədədi yazırıq, yəni 9'da 6. Bunun adı saf dövrü onluq kəsirdir. Saf dövrü onluq kəsir. 9'da 6, ixtisar gedəndə 3'də 2. 3'e böldüm. 9'u 3'e böləndə 3, 6'nı 3'e böləndə 2. 26 nömrəli sualda dövrü onluq kəsirdir, amma bu qarışıq dövrü onluq kəsirdir. İndi fərqi nədir bunların? 0 tam dövrə qədər 2 və burada isə 7'lər təkrarlanır. Baxın, 2'dən bir dənə var. 0 tam 2'ni saxlayıram çöldə, amma 7'ni mötərizənin içinə salıram, çünki 7 təkrarlanır orada. İndi yenə kəsir xətti çəkirəm. Mötərizədə rəqəmlərin sayı qədər 9 yazılır. Bir dənə 7 var, ona görə bir dənə 9 yazıram. Bu vergül və mötərizəyə qədər, yəni dövrə qədər hissə deyirik bunu. Buradakı rəqəmlərin sayı qədər 0 yazılır. Orada da bir dənə rəqəm var, bir dənə 0 yazılacaq. 0 tam olduğuna görə kəsirin əvvəlində tam yazılmır. Həmin tamdan sonrakını oxuyacağıq. Yəni 27 çıxılsın buradakı ədəd, yəni 2. Olacaq cavab 25 böl 90. İkisi də 5'e bölünür. Yəni 18'də 5. 0 tam dövrə qədər 2 dövrdə 7 qarışıq dövrü onluq kəsir idi. Biz bunu adi kəsirə çevirdik. Düzgün cavab D variantı. 27 nömrəli sualda ifadəsinin qiymətini soruşur. 0 tam dövrdə 3,
Bu 9'da 3 deməkdir. İxtisar etmirəm. 0 tam dövrdə 2, 9'da 2 deməkdir. Amma 0 tam mötərizə olmasa, belə 2 yazılsa, 0 tam 10'da 2'dir bu. Bu 10'da 2 belə yazılır. Amma mötərizənin içindədirsə, dövrdə 2 deyirik. Məxrəcdə 0 tam dövrdə 8 olacaq 9'da 8. 0 tam dövrdə 7, 9'da 7. İndi sürətləri toplayırıq. 9'da 3 və 9'da 2'ni toplayıram. 9'da 3, üstə gəl 9'da 2. 9'lar eyni olduğuna görə 9 yazılır. Sürətləri toplayırıq. 9'da 8'dən 9'da 7 çıxanda bizə verir 9'da 1. İndi sürətin cavabı 9'da 5, məxrəcin cavabı 9'da 1. 9'da 5'i öz yerində saxlayıram. Bu kəsir xətti bölmə deməkdir. Yəni böl 9'da 1. Yəni eyni qaydada 9'da 5'i saxlayıram. Bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. 9'lar getdi. Düzgün cavab 5. A variantı. 28 nömrəli suala baxırıq. Məxrəc hesablayaq əvvəlcə. 3 tam dövrdə 3. Tamı yazıram 3 tam. Mötərizədəki rəqəmlərin sayı qədər 9 yazıram. Bir dənə 9. Bir dənə 3 var çünki 9 yazırıq. Mötərizədə hansı rəqəm təkrarlanırsa onda sürət yazıram. 3 tam 9'da 3. 9 ilə 3, 3'ə ixtisar gedir. Bu verir bizə 3 tam 3'də 1. Olacaq məxrəc 3 olaraq qalır. 3'ü 3'ə vuranda 9, üzərinə 1 gələndə 10. Yəni 3'də 10. İkinci əməl 3'də 10'dan çıxıram 1'i. Ortaq məxrəc 3'ün özü. Sürətdə 10. 3'ü bu 1'ə vuranda 3. Yəni cavab 7 böl 3. Nəhayət 3-cü əməl. Sürət 7'dir. Məxrəcin cavabı da 3'də 7. 7. Baxın. Bu kəsir xətti bölmə deməkdir. Yəni böl 3'də 7 deməkdir. Yəni mən bu kəsri bu cür bölmənlə əvəz etdim. 7'ni saxlayıram, bölməni vurmanla əvəz edirəm. İkinci kəsir tərsinə çevrilir. 7'lər getdi, cavab 3. Yəni B variantı. 29 nömrəli suala baxırıq. 0 tam 8, 3. Baxın, burada 3'lər dövr eləyir. 0 tam 8'i saxlayıram. 3 dövr etdiyinə görə 3'ü mötərizənin içinə salıram. İndi bunu necə çeviririk? Mötərizədəki rəqəmlərin sayı qədər 9. Buradakı rəqəmlərin sayı qədər 0. Yəni 90. Sürətdə 83. Çıx, buradakı 8. 83'dən 8 çıxanda 75. Məxrəcdə 9, 90. 5'ə böləndə 18 dəfə. 5'ə yox, 15'ə bölünəcək. 15'ə böləndə 5 dəfə. 15'ə böləndə 6 dəfə məxrəc. 6 dəfə. Yəni cavab 6'da 5. İndi ikinci kəsiri çevirək. 0 tam dövrə qədər 4, dövrdə 6. Bu da olacaq 90'da en yuxarıdakı kimi 46 çıx 4. Yəni 42 böl 90. 6'ya bölünür 7 dəfə. Siz 2'yə bölüb sonradan 3'ə bölə bilərsiniz. Mən birbaşa 6'ya böldüm. 96'ya böləndə 15 dəfə. İndi 3-cü əməl 6'da 5'dən çıxıram 15'də 7'ni. 15 və 6 əköbu sadə vurğular ayrı da tapmaq olar. Mən 15'i 6'ya vururam 90. 90 biraz çox olur. Çünki bunların ortaq böləni var. 3 var. Yəni bunlar qarşılıqlı sadə deyil ki, mən onların əkobunu 90 götürüm də. 30 da bölünür bunların hər ikisini. 60 da bölünür. Ortaq məxrəc olacaq 30. Sadə vurğuları ayırıb əkobunu tapa bilərsiniz. 30'u 6'ya böləndə 5 dəfə. 5'i 5'ə vuranda 25. 30'u 15'ə böləndə 2 dəfə. 2'ni 7'yə vuranda 14. Cavab 11 böl 30. İndi nə edəcək? Sürətin cavabı 30'da 11. Məxrəcin cavabı da 0'dan dövrdə 3. Yəni bu da 9'da 3 deməkdir. İndi 30'da 11. Kəsir xətti bölmə deməkdir. Məxrəc 9'da 3. 30'da 11 öz yerində qalır. Bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. 3'ə bölək. 30'u 3'ə 10 dəfə. 9'u 3'ə 3 dəfə. 3'lər getdi. Cavab 10'da 11. 10'da 11 də tam ayıranda, baxın burada bölək.
11'in içində bir dənə 10 var. Qalıq 1. Bura vergül əlavə edirəm. 1'in yanına da 0 əlavə edirəm. Onu 10'a böləndə 1. Yəni bu 1,1 deməkdir. Yəni 6-cı siniflər yeni keçir. Bəlkə bilməyə bilər. Ona görə bu cür bölüb göstərdim. 48 ədədinin 3'te 2 hissəsini soruşur. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururuq. Yəni 48'i vururuq 3'te 2'ye. Burada ixtisar varmı? Var. 48'i 3'ün özünə bölürük. Olacaq 16 dəfə. Yəni cavab 16 vur 2. Məxrəc onsuz 1'dir, yazılmır. 32. A variantı. Bu ədəddir, bu da hissə göstərən ədəddir. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vurmaq lazımdır. 31 nömrəli sualda 180 ədədinin 5'te 3'ü ilə 108 ədədinin 9'a 7 hissəsinin cəmini soruşur. Əvvəlcə gəlin 180 ədədinin 5'te 3 hissəsini tapaq. 180'i vururuq 5'te 3'e. İndi bunu yeni keçəndə 6-cı sinifdə 180'i məxrəcə bölüb sürətə vururlar. Yenə eyni şey gəlir. Ədədin hissəsini tapanda elə ədəd hissə göstərən ədədə vururuq. 180 sonra 0'la qutardığına görə 5'e tam bölünür. 5'i 5'e böləndə 1 dəfə, 180'i 5'e böləndə 36 dəfə. Olacaq cavab 36 vur 3, 108. İkinci, 108 ədədinin 9'a 7 hissəsini soruşur. 108'i vururam 9'a 7'ye. 108 9'un özünə tam bölünür. Çünki 108'in rəqəmləri cəmi 9'dur. 9'a bölünmə qaydası var ki, ədəddəki rəqəmlərin cəmi 9'a bölünürsə, ədəd 9'a bölünür. Bir dəfə 12. 12 vur 7, 84. Bu ikisinin cəmini soruşur. 108 ilə 84'ü toplayanda cavab 192 B variantı. Kitabda 240 səhifə var. Şagird kitabın 4'te 3'ünü oxudu. 240'ın gəlin 4'te 3'ünü tapaq. 240'ın 4'te 3'ünü tapanda 240'ı 4'te 3'e vururuq. 240 4'ün özünə tam bölünür 60 dəfə. Cevap 60 vur 3, 180. İndi 240 səhifəsi var idi kitabın. 180 səhifəsini oxudu. Neçə səhifəsi qaldı? 60. Neçə səhifə oxunmamış qaldı? 60. Əgər soruşulsaydı ki, neçə səhifə oxudu? 180 səhifə oxudu. Və yaxud da burada 4'te 3'ünü oxuyubsa, 4'te 1'ini oxumayıb. Elə 240'ın 4'te 1'ini də tapsaq, cavab 60'a bərabər olacaq. 33 nömrəli sualda 3'te 1 hissəsi 15 olan ədədi tapın. Burada isə hissəyə görə ədədi tapırıq. Hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. Ədədin hissəsini tapanda ədədi hissə göstərən ədədə vururuq. Hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. 15'i 3'te 1'e böləndə 15 olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. 3'te 1 tərsinə çevrilir. Olacaq 1'de 3. 15 3'e vurulanda 45 çünki ixtisar yoxdur. Və yaxud da bunu tənlik kimi belə başa düşə bilərik. Hansı ədədin, yəni bilmirəm həmin ədədi, 3'te 1 hissəsi 15'dir. Çünki bizə nə soruşulur? 3'te 1 hissəsi 15 olan ədəd tabi. Yəni hər hansı bir ədəddir. Bunun 3'te 1 hissəsi, yəni bunu 3'te 1'e vuranda 15 alınır. Burada vurma tənliyi idi. X tabanına nə edirdik? 15'i 3'te 1'e bölürdük. Hansı ədədin 5'te 3 hissəsi 30'a bərabərdir? Tənlik kimi belə başa düşə bilərik bunu. Hansı ədəddir? Bilmirəm. X ədədi bunun 5'te 3 hissəsi olacaq 30. X də bərabərdir. 30'u bölürəm 5'te 3'e. Və yaxud da ki, qaydaya görə belə deyə bilərsiniz ki, hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. 30 olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. 5'te 3, 3'te 5 kimi tərsinə çevrilir. 30 3'e tam bölünür 10 dəfə. Onu 5'e vuranda 50 A variantı. 4'te 3 hissəsi 35 nömrəli sualda deyilir ki, 4'te 3 hissəsi 42 ədədinin şərti düzgün oxuyaq. 4'te 3 hissəsi 42 ədədinin 7'de 2 hissəsinə bərabər olan ədəd tapın deyir. 4'te 3 hər hansı bir ədədin, yəni 4'te 3 hissəsi 42 ədədinin 7'de 2 hissəsinə bərabərdir. Əvvəlcə biz bu hissəni hesablamalıyıq. 42 ədədinin 7'de 2 hissəsini tapaq. 42'ni 7'de 2'ye vururuq. 42'ni 7'ye böləndə 6 dəfə, 6'nı 2'ye vuranda 12. İndi şərti davam edirik. Bizə deyir ki, 4'te 3 hissəsi 12 olan ədədi tap.
Bunu məsələn yeni keçiriləndə belə keçəcəksiniz. 12-ni 3-ə bölüb vurursunuz 4-ə. Yəni bu cür hesablaya bilərsiniz. Bu yanlış deyil. Yəni 16 olur cavab. Və yaxud indi yuxarı sinifə çatdıqda biz bu qaydadan işləmirik. Yəni 8-də, 9-da deyirik ki, hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölmək lazımdır. 12 vur 3-də 4. 12-ni 3-ə böləndə 4 dəfə, 4-ü 4-ə vuranda 16 C variantı. 36 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Əvvəlcə başlayırıq 1 çıx 2-də 1-dən. 1 çıx 2-də 1. Bayaqda buna aid sual var idi. Tam ədəddən kəsir ədədi çıxanda bu tamın yerinə tamı bir vahid azaldırıq. Bu məxrəcə uyğun məxrəc yaradırıq. Yəni 1-in yerinə yazıram 2-də 2. Çünki 2-də 2 elə 1-ə bərabərdir. 2-də 2-dən 2-də 1 çıxanda verir bizə 2-də 1. Məsələn, bu belə də ola bilərdi. Deyək ki, 5 çıx 2-də 1. 5-i bir vahid azaldacağım 4 tam. Yanına da yazıram 2-də 2. Çünki kəsilisi olmalıdır mütləq yanında. Bu 2-yə uyğun məxrəc neçədirsə, həmin 2-yə uyğun yaradıram. 4 tam 2-də 2-dən 2-də 1 çıxırıq, olacaq 4 tam 2-də 1. Məsələn, 7 minus 3 tam 5-də 1 deyək. Baxın, bu 7-ni bir vahid azaldıram, 6 tam. Bu 5-dirsə, olacaq 5-də 5 yazıram. Yəni 6 tam 5-də 5 elə 7 deməkdir. Çünki 5-də 5 1-ə bərabərdir. 6 üstə gəl 1 də 7. Yəni 7-nin yerinə biz 6-dan 5-də 5 yazdıq. Çıx 3-dən 5-də 1. 6-dan 3 çıxanda 3, məxrəc olduğu kimi qalır, sürətdə 4. Yəni burada bunu izah etdim. İndi sonra nə edirik? Bu birinci əməl idi. İkinci əməl, bu 2-ni böləcəm məxrəcə. Yəni kəsir xətti 2 sürətdədir. Məxrəcin cavabını buraya yazıram, 2-də 1. Burada da 2, bu kəsir xəttini bölməklə əvəz edirəm, 2-də 1-ə. 2 olduğu kimi qalır, bölmə vurmayın, əvəz olunur 2-də 1, 1-də 2 kimi tərsinə çevrilir. 2 vur 2, cavab 4. Üçüncü əməl, buranı silirəm. Üçüncü əməli buraya yazıram. İndi bu 1-in üzərinə kəsirin qiymətini gəlməliyəm. 1 üstə gəl, kəsirin qiyməti də 4. Yəni cavab 5. Dördüncü əməl. Sürət 2, məxrəc də 5. Sürət 2, məxrəc də hesabladıq ki 5-ə bərabər oldu. Bu dördüncü əməldir. Beşinci əməl, bu tamdan 2-dən çıxacağım 5-də 2-ni. İndi yenə tam ədəddən kəsir hissəni çıxanda bu 2-ni bir vahid azaldıram. Olacaq 1 tam. Burada 5 olduğuna görə 5-də 5. Çıx 5-də 2. 1 tam yenə olduğu kimi qalır. Məxrəc 5. Sürətləri çıxıran 3. Cavab 1 tam 5-də 3. 1 tam 5-də 3-də 5-də 8 deməkdir. 8-i də 5-ə böləndə bir dəfə 3 qalır. Vergül 3-ün yanına 0 əlavə edirəm. 30, 35-ə böləndə 6. Yəni cavab 1 tam onda 6. C variantı. 37 nömrəli sualda yenə başlayırıq məxrəcdən. 3 üstə gəl 3-də 1. Toplamada asandır. 3 üstə gəl 3-də 1 elə 3 tam 3-də 1 deməkdir. Yəni 3 tam 3-də 1. Amma 3 çıx 3-də 1 olsaydı bu, 3-ü bir vahid azaldıb 2 tam, 3-də 3 yazmalıydım. Yəni bu məxrəcdə 3 olduğuna görə 3-də 3 yazıram. Çünki 3-də 3 1-ə bərabərdir. 2-nin də üzərinə 1 gələndə buradakı 3 alınır. 2 tam 3-də 3 çıxılsın 3-də 1. Olacaq cavab 2 tam 3-də 2. Məsələn, 3-dən 3-də 1 çıxsaydı hesablama belə olmalıydı. İndi ikinci əməl. Sürət 3-dür, məxrəc də 3 tam 3-də 1. 3 tam 3-də 1. 3 olduğu kimi qalır. Məxrəcdə 3 vur 3 9, üzərinə 1 gələndə 10. Baxın, burada bölmə şəklində də yaza bilərik. Və ya belə yerdə saxlayın ki, bu məxrəc buna vurulur. 3 vur 3 9 sürətdə yazılır. 10 da məxrəcdə. Yəni bunu belə də yerdə saxlaya bilərsiniz. Bu məxrəcdə kəsir olanda həmin kəsirin məxrəci vurulur sürətə. 3 vur 3 9. Məxrəcdə də 10. 10 da 9 yəni cavab olur. İndi üçüncü əməl. Bu
bu 3'ün üzərinə gəlməliyəm həmin kəsirin cavabını. Yəni 10'da 9'u. Olacaq cavab 3 tam 10'da 9. Sonra nəsə qaldı mı baxın? 3 tam 10'da 9. 4-cü əməl. Bu kəsirin sürəti 3'dür. Məxrəcdə həmin cavab. 3 məxrəcdə də olmalıdır 3 tam 10'da 9. Bu da 10'da 39 deməkdir. Burada da yine bayaqki qayda. Bu 10 3'ə vurulur. 30 məxrəcdə də 39. Burada da 3'ə ixtisar gedir 10 dəfə, 13 dəfə. Və nəhayət 5-ci əməl. 5-ci əməl. Bu kəsirin əvvəlində tam var idi 3. 3'ün üzərinə bu kəsirin cavabını gətiririk. 3 üstə gəl 13'də 10. Cavab 3 tam 13'də 10. Yəni C variantı. 38 nömrəli suala baxırıq. Usta işin 5'də 3'ünü, şagird 3'də 1'ini gördü. İşin hansı hissəsi görülməmiş qaldı? Usta ilə şagirdin gördüyü işi toplayıram. 5'də 3, üstə gəl 3'də 1. Ortaq məxrəc 15. 5'ə böləndə 15'i 5'ə bölürəm 3 dəfə, 3'ü 3'ə vuranda 9. 15'i 3'ə böləndə 5 dəfə, 1'i 5'ə vuranda 5. Cavab 14 bölü 15. İşin 15'də 14 hissəsi görüldü. Bizdən görülməmiş hissə soruşulur. Hər şey ümumi 1 tamdır. 1 tamdan çıxıram. 15'də 14'ü. 1'dən 15'də 14 çıxmaq o deməkdir ki, 1'in yerinə yazmalıyam 15'də 15. Çıx 15'də 14. Cavab 15'də 1. D variantı. 39 nömrəli məsələyə baxırıq. Piyada 2 məntəqə arasındakı məsafəni, 2 məntəqə olsun bu, A və B məntəqələri. 2 məntəqə arasındakı məsafənin 5'də 3 hissəsini getdikdən sonra deyək ki, buradan bura qədər 5'də 3'dür. 5'də 3 hissəsini getdikdən sonra daha 1 kilometr getməlidir ki, burada 1 kilometr də getməlidir ki, yolun sonuna çatsın. Deməli, baxın, belə deyək də indi. Bura qədər 5'də 3'dür. 5'də 3'ünü gedib, daha 1 kilometr getməlidir ki, yolun sonuna çatsın. Deməli, qalan yol 1 kilometrdir də. Qalan yol 1 kilometrdir. 2 məntəqə arasındakı məsafəni soruşur. Belə deyək, hissələrindən yəqin ki, başa düşürsünüz. Yolun 5'də 3 hissəsini gedibsə, 5'də 5'dən 5'də 3 çıxarıq. 5'də 5'dən 5'də 3 çıxarıq, qalır 5'də 2. Deməli, bu qalan yol 5'də 2'dir. Yəni, 5'də 2 hissəsi, 5'də 2 hissəsi 1 kilometrə bərabərdir. 5'də 2 hissəsi 1 kilometrə bərabərdir. Bəs həmin ədəd neçədir? Yəni, hansı ədədin 5'də 2 hissəsi 1 kilometrə bərabərdir? Biz onu tapmalıyıq. Yəni, biri, bunu hissəyə görə ədəd tapmağa şifaət tapa bilərsiniz və yaxud da bayaq demişdim ki, hissəyə görə ədəd tapanda ədədi hissə göstərən ədədə bölürük. 1 böl 5'də 2. 1 vur 2'də 5 olacaq. Çünki bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. Yəni, ixtisar yoxdur. 2'də 5. 2'də 5 də 2 tam 10'da 5 deməkdir. Baxın. 5 2'yə böləndə 5'in içində 2'dən 2 yerləşir. 4 dəfə qalıq 1. Bura vergül, burada 0 əlavə edirəm. 10'da 2 5 dəfə. 0. Yəni 2 tam 10'da 5. Deməli, biz nəyi tapdıq? Ümumi yol tapdıq ki, 2 tam 10'da 5 kilometrdir. Çünki 2 tam 10'da 5 kilometrin 5'də 2 hissəsi 1 kilometrdir. Bizdən də 2 məntəqə arasındakı məsafəni soruşur. Cavab B variantı. Və 40 nömrəli suala baxırıq. Bundan yekunlaşdırırıq. Qalan sualları növbəti videoda izah edəcəm. Velosipedçi 2 məntəqə arasındakı məsafənin 24'də 5 hissəsini getdikdən sonra bu 2 məntəqə olsun, A, B məntəqələri. Bu 24'də 5 hissəsini gedib. 24'də 5 hissəsini getdikdən sonra daha 14 kilometr yol getməlidir ki, yolun ortasına çatsın. Baxın. Deyək ki, bura yolun ortasıdır. Bura yolun ortasıdır. Bu qalan hissə, yəni burada 14 kilometrdə getməlidir ki, yolun ortasına çatsın. 2 məntəqə arasındakı məsafəni soruşur.
Bu sual 6-cı siniflərə çətin ola bilər. 7 və 8-lər, yəni 5 ilə oxuyan şagirdlər yazmalıdır bu sualı. Belə düşünə bilərik bunu. Baxaq görək daha şifahi yol. 11-ci sinif olanda, 9 olanda tənliklə gedirəm. Biraz indi aşağı sinif sualı olanda daha rahat yol fikirləşməliyəm. İndi baxın, daha rahat yolla yazmalıyıq bunu. Yolun ortası. Ümumi yolu bilmirəm mən nə qədərdir. Ümumi yolumuz olsun x. İndi ümumi yolumuz x-dir. Və bizə deyir ki, yolun yarısı. Yolun yarısı nə qədər olacaq? X bölü 2. Baxın. Buradan, yəni bu qədər 14 kilometr gedəndə yolun yarısına çatır da. Bura neçə olacaq? X bölü 2. Deməli, baxın. Ümumi yol x kilometrdir. Yəni, ümumi yolun nə qədər olduğunu mən bilmirəm. X kilometrdir. Bu velosipedçi bu məsafənin 24'te 5 hissəsini getdi. Yəni, x-in 24'te 5 hissəsi 24'te 5 x deməkdir. 24'te 5x üstə gəl, hələ 14 kilometrdə getməlidir ki, bərabərdir yolun ortasına çatsın. Ortası da x bölü 2 olacaq. Yəni, yolun yarısı deməkdir. Yolun ortası yolun yarısı deməkdir. Bu tənliyi həll etməliyik. X bölü 2-dən çıxıram. 24'te 5x'i bərabər edirəm 14'e. Ortaq məxrəc 24'ün özü olacaq. 24'ü 2'ye böləndə 12x çıx 5x bərabərdir 14. 12'den 5 çıxanda 7x böl 24 bərabərdir 14'e. Çarpaz vururam. 7x bərabərdir 14 vurur 24. 14'ü burada 24'ü vurmağa ehtiyac yoxdur. X'in yanındaki 7 məxrəcə düşür. Sürətdə də 14 vurur 24. 14'ü 7'ye böləndə 2 dəfə. 2'ni 14'e vuranda, 2'ni 24'e vuranda 48. Deməli, bizim ümumi yolumuz 48 kilometrdir. Düzgün cavab C variantı. Videonun davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.